Postecogluna Tottenham'da davam ya tamam. Manchester United'i məğlub etməklə 17 illik titul həsrətinə son qoyan Ange Postecoglou vəzifəsindən göndərilə bilər. Təkrar biliyin anasıdır və niyə görə tarixi bilməlisən? Çünki burada bir tərəfdən 17 illik həsrətdən sonra və hər kəsin məzə obyektinə çevrildikdən sonra adam Tottenham'a çox nüfuzlu və çox ciddi bir turnir qazandırdı. İkinci tərəfdən isə çempionatda komanda 17-ci yeri tutdu. Bəli, ola bilsin ki, 4-1 finaldan bu yana çempionatın başını buraxmışdı. Amma bu belə bərbad çıxışlara heç bir bəraət deyil. Nəzərə alsaq ki, ötən mövsümdə Tottenham Çempionlar Liqasından bir xal geridə qalaraq onun həndəvərində qalmışdı. Bəli, deyə bilərsiniz ki, zədələr, o, bu falan, amma bizim Tottenham videomuzda da o var idi ki, zədələr Postecoglou'nun məşq prosesindən asılıdır. Yəni bu adam sabah da belə məşq etdirsə, komandada zədələrin epidemiyası qaçılmazdır. Çünki insan bədəni o yüklənməyə dözə bilmir və Daniel Levy, Tottenham'ın başqanı, çox çətin bir dilema qarşısındadır. Amma cavab əslində bu şəkildə özünü əks etdirib, çox yaxınlıqdadır. Ötən mövsüm Manchester United bu mövsümə qədər ən bərbad mövsümünü keçirib çempionatda 8-ci yer tutdu. Lakin bütün kriteriyalar hamısı o vaxtki baş məşqçi Ten Hag'ın işindən azad olunmasına işarə vursa da, adam ölkə kubokunu qazandı, finalda Manchester City məğlub etdi və sonra da vəzifəsində qaldı və biz hamımız bilirik ki, sonra nə baş verdi. Mənə bir səbəb deyin ki, niyə eyni taleyi Tottenham'ın və Ange Postecoglou'nun başına gəlməsin?